Həftəlik bürcülər, qoçlar, şirlər, oxatanlar, od ünsürlərini 30 martdan 6 aprelə doğru nələr gözləyir? Birinci qoçlardan başlayaq. Qoçlar, bu həftə məsuliyyətli olmağınızın artıq zamanıdır. Çünki bu həftə dövlətlə, rəsmiyyətlə, sənəd, xəstəxana, imtahan, bilmirəm dövlətdə nə strukturda problemləriniz, prava ola bilər, yolla əlaqədar, sənədlə əlaqədar işləriniz ola bilər. Nə işləriniz varsa, əgər bu həftə onları çatdırıb tamamlanmasınız, gələn həftələrə doğru sizin yarımçıqlığınız, başqa insanlara nəsəbiyyət, başqa insanlarla bağlı problemlər, boşluqlar sizi bloklamağa səbəb olacaq və işlərinizi, özünüzü, insanlar olaraq, topluluq olaraq hər şey yarımçıqlıqda qoya bilər. Bunlara ciddi bir şəkildə fikir verir. Çünki soyuqluğunuz, yarımçıq enerjiləriniz sizin aktivləşməyinizi tam belə deyim də boşluğa salacaq. Məsuliyyət, zaman bu həftə məqsəd qoymalısınız. Ciyərlərinizlə əlaqədar xoşuma gəlməyən boğaz, nəfəs sisteminiz və ciyərlərinizlə əlaqədar narahatçılıqlar var. Bunlara ciddi şəkildə fikir verməlisiniz. Elə bir bədəniniz tamamlana bilmir. Bədən tamamlanmayanda da öz enerjinizi, öz gücünüzü istədiyiniz formada gücləndirə bilməyəcəksiniz. Qoçlar, 2 xanımla bağlı probleminiz olacaq. 2 xanım qadın qoçları da, kişi qoçları da. 2 qadın kimsə sizi həm boşluğa, enerji olaraq, həm də ki mübahisəli konflikt olacaq bir vəziyyətə sala bilər. Beyninizi, düşüncələrinizi toparlamalısınız. Çünki gedişat 64-65% uğurlu olması. Şirlərə gələndə şirlər bu həftə maqnitsiz. Hər kəs sizi özünə çəkəcək, hər kəs sizi görmək istəyəcək, sizinlə yaxınlıq, danışıq, enerji olaraq mübadilə istəyəcəklər. Bu həftə bacardığınız qədər, belə deyim də, lazımsız insanların hamısını silmə həftəsidir, qərar həftəsi, transformasiya həftəsidir. Pul maddiyyatla bağlı mübadilələrə ciddi fikir verin, israfa gedə bilərsiniz, cibinizdən pul oğurluğu və yaxud da itkiləri aktivləşdirə bilərsiniz. Həftənin belə deyim də, cümə axşamından başlayaraq böyük bir gücə, böyük bir istiqamət, enerjiyə, aktivləşməyə səbəb olacaqsınız. Yeni bir tanışlıqlar ola bilər, yeni bir başlanğıc ola bilər, həm ətrafınızda, ailəvizdə, özünüzdə, işinizdə kollektivi böyüdə bilərsiniz. Və bu həftə günəş kimi şirlər insanların həyatında istifadə edə biləcək formada olacaqsınız. Yəni mənim həyatımda olacaqsan, qabağa gedəcəm kimi insanları məsafəli saxlamağınızın lazım olacağı şirlər bu həftədir. Çünki çox sayda insanları bu həftə həyatınızdan çıxartmalısınız və özünüzü daha dəyərli, özünüzü daha güclü bir şəkildə aktivləşdirməlisiniz. Ümumi dəyərləndirsə 78-80%-ə qədər şirlər həftəniz uğurludur. Oxatanlara gələndə oxatanlar, bəli, idarəviz var, manipulyasiya edəcəksiniz, emosionallığınız və bu həftə elə bir xəbər alacaqsınız, gizli qalan bəzi nüanslar ortaya çıxacaq, sanki tam boşluğa düşəcəksiniz, tam yarımçılığa düşəcəksiniz oxatanlar. Qabağını ala bilməyəcəksiniz, belə deyim də, xəbərlər, sağlamlıqla əlaqədar narahatçılıqlar, pul maddiyyatınızda qurduğunuz problemlərin hamısının yarımçılıqda qalması və özünüzü geridə saxlamış bir vəziyyətiniz olacaq. Və bunu özünüzdə sanki düzəldə bilməyəcəksiniz, özünüzdə sanki zamana doğru qabağa çəkə bilməyəcəksiniz, bir məqamda olacaqsınız. Pis həftə deyil, amma alacağınız xəbərlər sizin enerjinizi 90%-dən salacaq 65%-ə qədər. Güc, planlarınız hamısı yarımçıq formada qalacaq. Məsafəli işlərinizdən isə yolla başlı məsafəli bu həftə onları görə bilərsiniz. Həftənin sonlarına doğru xatanlar, gözlədiyiniz pullar, gözlədiyiniz maddisal yeniliklər sizə doğru gələcək. Ümumi dəyərləndirsə 72%-ə qədər həftəviz oxatanlar uğurlu edə bilərsiniz. Amma mənim boyun, qulaq, başın arxa hissəsində olan narahatçılıqlarınız narahat edir. Bunlara ciddi bir şəkildə fikir verməlisiniz.